Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz Reyting layihəsi çərçivəsində Günaydın restoranının Nərimanov filialında qiymətləndirmə aparılıb. Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana ən yüksək göstərici sayılan 5 ulduz sertifikatı təqdim olunub. Azerbaycan'da ki zaten gıda ürünlerinin neredeyse dünyada eşi yok. Hala genetik ata tohumundan yapılıyor her şey. Domatesler, salatalar, etler, her şey o kadar doğal ki Azerbaycan hala o doğal malzemeyi korumuş. Biz de İstanbul'dan 55 tane, 58 tane, 60 tane kadar dükkanı olan Günaydın Restoran olarak buraya geldik, şebekesi olarak buraya geldik. 14 yıldır buradayız. Zaten sadece ve sadece o malzemelerden elde ettiğimiz şeyle yemek yaptığımızda dünyanın en güzel yemeği çıkıyor. Bu tehlikesizlik raporunu 5 yıldızlısını bize verdikleri için çok onur duyduk, çok gurur duyduk, çok şeref duyduk. Tərəfimizdən Günaydın Restoranlar şəbəkəsinin Nərimanov filialında baxış keçirilmişdir. Baxış nəticəsində sanitar gigiyenik və sanitar texniki vəziyyətin uyğun olduğu, həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi normativ sənədlərinə və istinadlarına uyğun olaraq uyğunluğu yoxlanılmışdır. Əlavə olaraq yaxşı istehsalat təcrübəsi və yaxşı gigiyena təcrübələri, həmçinin də təhlükə analizi və kritik nəzarət nöqtələri prinsiplərinə əsaslanan prinsiplərin də şirkət daxilində uyğun olduğu müəyyən edilmişdir. Ulduz Reyting layihəsi çərçivəsində ictimai yaşam müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsi nəzərdə tutulur. Günaydın restoranının Nərimanov filialında qiymətləndirmə həyata keçirilmişdir və Ulduz Reyting layihəsi çərçivəsində aparılan bu qiymətləndirmənin nəticəsi olaraq ictimai yaşam müəssisəsinə maksimum 5 ulduz sertifikatı təqdim olunmuşdur. Qeyd edim ki, sahibkarlar könüllü müraciət əsasında reyting qiymətləndirməsinə müraciət edə bilərlər və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan bu qiymətləndirmənin nəticəsi olaraq da 3, 4 və 5 ulduzla təltif oluna bilərlər. Layihə çərçivəsində indiyə qədər 100-dən çox müraciət daxil olub. Qiymətləndirmə nəticələrinə əsasən artıq 5 restoran ən yüksək nəticə əldə edərək 5 ulduz sertifikatına layiq görülüb. Bu isə həmin müəssisələrdə yüksək sanitariya gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir. Qeyd eləyək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Yaşayış obyektləri layihədə iştirak etmək üçün info@afsi.gov.az elektron post ünvanına rəsmi müraciət göndərə bilərlər. Əlavə məlumat almaq və ictimai yaşayış obyektlərinin risk göstəriciləri əsasında reyting sistemi ilə tanış olmaq istəyən sahibkarlar 1003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.